Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Arxamda gördüyünüz ev var ha. Bu günlər satdığa çıxıb. Özü sizə deyim ki, yəni belə evlər çox nadir halda çıxır satışa. Çox nadir halda. Nömrəmi bilirsiniz, zəng eləyin, başlayaq təqdimata. Deməli belə hörmətli izləyicilər, Vişnyovkadayıq, Alballıqda. 15 sotun içində şəxsi tikili ev, yəni hamınız deyirsiniz ki, şəxsi tikili ev istəyir. Bu da sizə bağlı, bağçalı, güllü, çiçəkli, hər cür meyvə ağacları burada mövcuddur. Evimiz qabaqdadır. Sənəd tam mülkiyyətdir. Evin də torpağında sənədləri var. Bax, burada bu otaqları görürsünüz. Burada da otaqlardır. Yəni belə deyək də, axran otağı, mühafizəçi, yəni özünün burada həyətdə hamamı da var, tualeti də var. Evimizdəki nə boyda evdir? Mən sizə deyim, bəlkə də bir 350 kvadrat var. Mən girdim evin içinə azdım. Bax, əsas giriş qapısıdır. Deməli, Bilgət tərəfdə Vişnyovkada, Alballıqda. Qiymətini də deyəcəm sizə indi. 350.000 manatdır, endirim olacaq. Bax, manqalxanası buradadır. Bax, üstün bağlı naves. Maşın saxlamaq üçün. Həyətdir ki, həyət. Əsl ev. Böyük ailələr üçün belə super variantdır. Bir dəqiqə mən sizə baseyni də görsədim. Bir də çəkim görsədim. Bax, diqqətlə izləyin. 350.000 Vişnyovkada, qapısının ağzına asfalt, enli küçə, cürəbəcür meyvə ağaçları, hər şey var burada. Yəni al yayda dincəli özün üçün. Bax, baseyni, hovuzu. Evin içində saunası da var. Əla təklif. Bax, baseyn də ölçüləri valla hardasa 10'un 4'e. 4'ün 10'a. 4'ün 10'a. Bu evin arxası. Hələ evin içində göstərəcəm sizə dincəlmək üçün hər bir şəraitdə, yəni çox əla bir təklifdir. Evin arxasındayıq. Gedək evin içinə. Zəngimizi gözləyirəm. Zəngi bax, neçə tərəfdən qabançıqdaşlı üzlənilib, bax belə. Bura bilirsiniz, yazda yayda bir söz nə olur? Cənnət olur, cənnət. İndi girəcək evin içinə. Başlayaq bir tanış olaq. Giriş qapısıdır. Təmiridir, əşyalı satılır. Girən kimi ikinci mərtəbəyə qalxan pləkan. Bura belə bir qardirobdur, geniş. Bax, bir dənə böyük zal burada. Görün nə boydadır. Futbol meydançasıdır. Mətbəxinə baxın. Super mətbəxi, geniş. Mətbəx mebeli də var. Stipoldur. Radiatorlar da var, stipoldur. Bax, hər otaqda demək olar ki, kondisioner, yataq otağı. Divar içi, bax, dolab. Görürsünüz, divar içi elə qəşən yığıblar mı? Heç nə əməşatçılığı yoxdur. Belə, buradan çıxdıq. Qonaq otağını bir də göstərdim sizə. Gedək dayışı. Buranı fikir verin, bax, buradan çıxdıq. Jacuzzisi var burada. Gördünüz. Burada saunası var. Çox, yəni, bu evi gəlib baxan bəyənəcək. Burada minusu yoxdur. Buradan da evin arxasına bax, görürsünüz, qapı var. Bəyək çəkdim, görsətdiyimi bax, oturub dincəlmək üçün. Qabaqda da baseyindir. Stipoldur bura. Burada sanuzeldir. Yaxşı evdir, çox gözəl evdir. 350.000 manat. Qalxaq ikinci mərtəbəyə. Böyle bir güzgülərdir. İnternetdə qazı, su, işıq, bütün kommunallar hamısı mövcuddur. Qalxaq ikinci mərtəbəyə. Dərmər qranitli pləkanları. Baxın görün, nə boyda ev sizə çəkib göstərirəm. Şəxsi tikili mülk, şəxsi tikili, hamımız şəxsi tikili. Bir dənə sanuzelin ölçülərinə baxın, bir dəqiqə. Şuna baxın. Təmirə baxacaq. Burada stipoldur. Burada sayaq otaqlarımızı.
Hər tərəfə götürüb bir böyük pəncərələrdir. Bir yataq otağı, detski. İkinci yataq otağı. İkinci mərtəbədəyik ya. Çıxdıq buradan. Üçüncü yataq otağı. Hər otağında mebeli var. Divar içi dolablar. Burada dolab. Dördüncü yataq otağı. Geniş. Getdik. Panorama əla. Stip oldu ikinci mərtəbəmiz. Burada da böyle bir zal kimi. Televizor da var. Otur burada. Buradan da baseyn tərəfə görünüş gördünüz. Bir sözlə zənginizi gözləyirəm. Məncə evi bəyəndiniz. Bəyən işarəsini basın. Kanala abunə olmağı unutmayın. Sağ olun, minnətdaram.